Rusiyadan müharibəyə gözlənilməz müdaxilə. Rusiya Yaxın Şərqdə gərginliyin azaldılması məqsədilə BMT Təhlükəsizlik Şurasına təqdim olunmaq üçün yeni qətnamə layihəsi hazırlayıb. Təbii ki, istinad edirəm Yeni Sabaha. Yeni Sabah xəbər verir ki, bu barədə təbii ki, layihədə bölgədə dərhal atəşkəsin təmin edilməsi və bütün tədbirlərin hərbi əməliyyatları dayandırılması təklif olunur. Təbii ki, Rusiya tərəfindən. Sənəddə qeyd edilib ki, münaqişənin daha da genişlənməməsinin qarşısını almaq üçün tərəflər gərginliyi artıracaq addımlardan çəkilməlidir. Qətnamə layihəsində mülki şəxsləri və mülki infrastruktur obyektlərinə qarşı hücumlar qınanılır və onların qorunmasının vacibliyi vurğulanır. Bundan əlavə sənəddə bütün tərəflərin beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa uyğun hərəkət etməsinin zəruri olduğu qeyd edilir. Qətnamə layihəsinin yaxın vaxtlarda BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılması gözlənilir. Rusiyada artıq reaksiya verdi. Bəli, müharibənin əleyhinədir bu dövlətdə. Rusiya dövləti artıq böyük bir layihə hazırlayıb və BMT Təhlükəsizlik Şurasına təqdim olunub. Yaxın günlərdə müzakirə olunacaq.